Salamlar. Bugün sizlere Portswigger platforması üzerinde olan File Upload Vulnerability sayılan labların izahını vermeye çalışacağım. Gəlin başlayaq. İlk öncə demək burp'imizi aktiv eləyək. Requestləri falan tutmaq üçün bizə çünki burp lazım olur. Və lab açılana qədər mən sizə ümumiyyətlə file upload'un nə demək olduğu haqqında danışım. File upload vulnerability'si əslində köhnə bir zəiflikdir, amma yenə də aktuallığını bəzi saytlarda hələ də qoruyan bir zəiflikdir. Necə deyim? Bax, file upload-da sanki sizin qarşınızda bir dənə target sayt var və həmin o hədəf sayta bir dənə zərərli kod yükləməyə çalışırsınız və sizin oradakı əsas məqsədiniz həmin o zərərli kodu serverin qəbul etməyi, yəni həmin o veb saytın arxasında olan databaza və serverin həmin faylı qəbul edib özündə çalışdırması və yazdığınız kodun kontentinə əsasən sizə bir çıxdı qaytarmağı, yəni sizə bir cavab qaytarmağı burada əsas məqsəd kimi, burada əsas prioritet kimi qəbul olunur. Və belə deyək də, yəni əgər sizin yazdığınız, daha doğrusu yüklədiyiniz, ora bir dənə fayl yükləyirik. Sizin yüklədiyiniz faylı gedib özündə arxada serverdə çalışdırır və serverdə çalışdırandan sonra çıxdısını sizə front tərəfdə qaytarırsa, demək burada file upload boşluğu var deyə bilərik. Yəni yüklənən fayla əsaslənir. Məsələn, normalda nə edə bilərik? Və indi sizə burada elədikcə göstərəcəm. Gəlin əvvəlcə girək Portswigger-ə. Buradan demək buradan gələk file upload vulnerability-yə. Aha. Demək, birinci labımız nədir? Remote code execution with web shell upload. Web shell də göstərəcəm necə bir kod yazmaq lazımdır. Yəni əgər kodu bilmirsinizsə belə internetdə yazan kimi çıxır. Labın açıqlamasında gördüyünüz kimi biz deməli file upload bölməsi var. Həmin o bölməyə PHP web shell kodu, yəni PHP web shell faylı daha doğrusu yükləməliyik və daha sonra həmin o web shell çalışdırandan sonra Home Carlos Secret'in kontentini oxumalıyıq və həll eləmək üçün də əvvəlcə My Account bölməsində Viewer Pattern kimi laba daxil olmalıyıq. İndi göstərəcəm sizə. Aha, labımız açıldı. İndi burada mən Foxy Proxy-ni başladıram requestləri tutmaq üçün. Əvvəlcə My Account bölməsində Viewer və Pattern kimi daxil olmaq lazımdır. Daxil olduq. Baxın, burada fikir versəz, bir dənə file upload bölümü var. Mənim əvvəldən hazırladığım bir dənə test PHP faylım var. Onun içində də web shell kodu var. Gəlin əvvəlcə daha yaxşı anlamaq üçün həmin faylın kontentinə baxaq. Siz də daha yaxşı düşəsiniz deyə. Demək, downloads qovluğunun içində test.php faylımız var. Bunu açaq. Baxın, bu kod web shell almaq üçün istifadə olunan bir koddur və reverse shell-dən fərqli olaraq burada IP falan yazmağa gərək yoxdur. Yəni bu formada yazsaz faylın içinə və yükləsəz web shell ala biləcəksiniz. İndi nəyi göstərmək istəyirəm? Mənim burada əvvəlcədən bir dənə şəkil faylım var, bir dənə də həmin o test PHP faylım var. Birinci şəkil faylını yükləmək istəyirəm. Gəlirəm downloads bölməsinə və bird.jpg deyilən bir faylım var. Bunu buraya yükləyək və arxada gedən requestə baxaq. Baxın, server şəkil faylını yükləməyə bizə icazə verir, gördüyünüz kimi. Yəni heç bir restriction yoxdur. Arxada HTTP history bölməsində My Account avatar, bax avatar post request gedib. Bunu ataq repeater-a. Baxın, kontenti indi burada nədən danışmaq istəyirəm? File upload-da şeyə əsasən yoxlayır server. 3 dənə əsasən şeyə, 3 dənə belə deyim də keyword əsasən yoxlayır faylın həmin serverə yüklənib yüklənməyəcəyinə qərar vermək üçün. Birinci file name-inə baxır. Daha sonra content type-ına baxır. Daha sonra da kontentin özünə baxır.
Əgər doğrulama fayl name-inə əsasəndirsə, məsələn mən burada tutaq ki, sayt ancaq JPEG-lərin yüklənməyinə, PNG-lərin yüklənməyinə icazə verirsə və doğrulama da file name bölməsindədirsə, mən burada JPEG-i zilib yerinə PHP yazanda mənə error çıxacaq ki, PHP-ni yükləyə bilməzsiniz. Yox, əgər burada doğrulama yoxdursa, mən bura PHP yazsam da bu 200 OK kodu qaytaracaq. Bəlkə də doğrulama content type bölməsindədir. Yəni bu sırf bu sözü görsə həmin faylı yükləməyə icazə verə bilər. Mənim bunun yerinə silib başqa bir şey yazsam, icazə verməsə, deməli onda doğrulama bura əsasəndir. İndi gəlin birinci bu kodu göndərək. Göndərəndə görürsüz 200 OK qaytarır. İndi isə JPEG-i gəlin PHP edək. Görək bizə sayt nə deyəcək. PHP edəndə də bizə OK qaytardı. Yəni problem olmadı. Bəlkə də bu ilk labdır və easy səviyyəsindədir deyə heç burada hər hansı bir restriction yoxdur. Hər hansı bir server hər hansısa bir whitelistdən, hər hansısa bir blacklistdən istifadə etmir. PHP uzantılarını bloklamır. Gəlin məsəl üçün bu image JPEG-in yerinə özümdən random şeylər yazıram. Görün bunu yazanda da 200 verəcəkmi? Bəli, bunu yazanda da 200 verdi. Demək bu onu göstərir ki, heç bir restriction yoxdur bu labda. Onda elə mən birbaşa gəlirəm burada, demək, uploads bölməsindən elə birbaşa test.php kodumu yükləyirəm, faylımı yükləyirəm. Open deyirəm, upload deyirəm. Gördüyünüz kimi dedi ki, yükləndi. Vəssalam, account-a qaydırıq. Buradan open image in new tab eləyəndə mənim burada artıq web shell-im hazırdır. Görürsüz, belə bir input bölməsinin içərisində web shell-imiz var. Məsələn, burada istədiyiniz faylın kontentini qaytara bilərsiniz. Cut deyirsiniz, məsələn, etc passwd yazanda etc passwd-nin ümumi kontenti sizə qayıtmış olur. Gördüyünüz kimi, yəni ümumi kontenti bu formada qaytarır. Amma bizdə labın description-ında istədiyi şey Home Carlos secret-i oxumaqdır. Bunu buradan götürək və ona uyğun yazaq. Enter və budur. Həmin bu xüsusi stringi götürürük və buradakı submit solution bölməsində təqdim edirik. Və bununla da labımız həll olmuş olacaqdır. Yəni bu formada labı həll elədik. İndi isə keçək ikinci labımıza. İkinci labımızda fikir versəz, content type-ında deyir bir dənə restriction var. Yəni content type-ı məsəl üçün image JPEG olmayanları icazə vermir yükləməyə. Onu artıq özümüz müəyyən şeylər etməliyik orada. Laba giriş edək, göstərəcəm. Aha. İndi burada yenə my account bölməsinə daxil olaq və viewer kimi qeydiyyatdan keçək. Yenə birinci mən şəkil faylı yükləmək istəyirəm. Bird.jpg yükləyək bura. Gördüyümüz kimi şəkil faylına icazə verdi. İndi gəlib buradan request-ə tutaq repeater-a. Demək, labın description-da nə yazmışdı? Content type-ına əsasən. Bilməm, buraya yaxşı görsənirmi sizdə? Content type, baxın, image JPEG-dir bizdə. Yəni, məndə file name-inə əsasən doğrulama etmir. Yəni, mən bura məsələn PHP yazsam, PHP 5 yazsam, PHTML yazsam, bu mənə 200 OK qaytaracaq. Çünki doğrulama buna əsasən edilmir. Doğrulama faylın kontentinə əsasən edilir. Yəni, image JPEG yox, sən gəlib burada, nə bilim, belə bir şeylər yazıb, send eləsən, deyəcək 403 forbidden. Düzdürmü? Ona mən düşünürəm. Mən test PHP-ni yükləsəm, yəni test PHP-ni oraya yükləsəm və sadəcə content type-ına orada application X falan yazılır da, onu image JPEG-ə dəyişsəm, zaten bu content type-ına görə doğrulama edir deyə məndən o faylı götürəcək və serverdə işlədəcək. O məntiqlə fikirləşirəm və gəlirəm burada yeni bir fayl yükləyirəm. Həmin faylımız da bayaqki olacaq, test PHP. Bunu yükləyəndə əvvəlcə deyir ki, yəni bu file type application X PHP is not allowed. Baxın. İndi gəlirik buradan proxy-dən yenidən o faylımızı atırıq bunu repeater-a və
Kod zaten içərisində görsənir. Sadəcə bura yazıram ki, deməli image JPEG belə olmalı idi də deyəsən. Image JPEG yazıb send eləyəndə 200 OK qaytardı. Yəni bu normalda content type şəkli kimi getsək də, faylın özünü PHP kimi ranlamalıdır. Gərək indi burada təzədən bu hissəyə və Open Image New tab eləyək. Gördüyünüz kimi yenə bizdə hazırdır və yenə bizdən bunu istəyir. Oxuyaq. Vəssalam. Bu formada bunu da həll elədik. Yəni burada sadəcə olaraq content type bölməsində restriction var idi. Keçək indi növbəti labımıza. Burada isə fikir versəz, path traversal var. Əvvəlcə path traversalın nə olduğu haqqında qısa bir məlumat verim. Path traversal və yaxud da ki directory traversal fayllarda, daha doğrusu saytlarda fayla müraciət hissələrində detect oluna bilər və həmin hissələrdə .. yazmaqla biz elə bil ki folderu dəyişirik. Yəni bir əvvəlki foldera keçmək istəyirik və bu .. sayı nə qədər çox olarsa bir o qədər əvvələ gedir. Və onu etməklə orada həssas faylların kontentini oxuya bilərik. Məsələn, .. yazıb etc passwd yazanda mənə etc passwd-nin kontentini qaytarır. Amma bəzən isə developerlar saytı develop edən zaman input sanitization, input validation metodlarından istifadə etdiklərinə görə həmin o .. qəbul etməyə bilər sayt, yəni bloklaya bilər. Bu halda isə həmin simvolların URL encode versiyasından və yaxud da o da bloklanarsa, double URL encode versiyasından istifadə edərək saytdan həssas məlumatları oxuya bilərik. İndi burada da eyni mövzudur. İndi deməli yəni bütün bu labların hamısında məqsədimiz Home-un içində, Carlos-un içində sekreti oxumaqdır. Gəlirəm bura, bunu bir dənə təmizləyək, bizim problem yaratmasın bizə. Aha. My account, Viewer. Yenə əvvəlcə mən istəyirəm ki, heç elə bu dəfə şəkli yükləməyək. Elə birbaşa tutaq ki, PHP faylı yükləmək istəyirəm də. Gəlirəm buradan bunu seçdim. Open, upload deyirik. Və gördüyünüz kimi yükləndi. Yəni burada restriction yoxdur. Burada çünki problem başqadır. Baxın, faylımız budur da. Burada fikir versək, test PHP yükləndi deyir, düzdür? İndi yükləndi deyir. Gəlin qaydaq My Account bölməsində. Görək məndə web shell açılacaqmı? Açıldı. Amma bu web shell kimi deyil. Baxın, burada xüsusi simvollar var. Bu sadəcə front hissəsində açıldı. Mən bura ls yazsam, ls-in nəticəsini mənə göstərtmir. Çünki bu gedib backenddən məlumat ala bilmir. Aydındır? Ona görə də mən burada send eləyəndə bu göndərdiyim yazılsa da əslində işləmir. Və işləməyi üçün də mən buradakı test.php yazılıba bura mən müəyyən qədər .. yazmalıyam ki, bu bir folder əvvələ getsin və ona görə yükləsin onu. Məsələn, .. yazdım, send elədim. Yenə yazıb ki, avatarsın içində test PHP yükləndi. Yəni mənə lazımdır .. içində test PHP yüklənsin. Aydındır? Bunun sayını artıra da bilərəm. .. deyə bir dənə də. Amma yenə də nəticə dəyişməyəcək. Yəni avatarsın içində test PHP yazılacaq. Burada məqsəd odur ki, burada 2 dənə yazmağa gərək yoxdur. Burada nöqtələri enkod eləmək lazımdır. Nöqtənin də URL enkodu %2y-dir. %2y, %2y. İstəyirsiniz sizin üçün bir dənə mən hələ magnifier açım. Daha yaxşı görsənsin. Tamam. Ümid edirəm daha yaxşı görsənir burada. Baxın, test.php üçün test.php-də .. nöqtələri %2y ilə əvəz elədim və bu dəfə mən bunu send eləsəm, burada fikir verin. Yox, yenə də avatarsın içində test PHP yükləndi. Gəlin onda slashda dəyişək %2f-lə, yəni onu da enkod eləyək. Görək nəsə dəyişəcəkmi? Send elədik. Bəli, dəyişdi. Baxın, bu dəfə .. slashın içinə yükləndi yazılır. Yəni biz məqsədimizə çatdıq. İndi gedək bura yenidən və bir də buna yeniləmə verək burada. Open Image New tab eləyəndə bu dəfə açıldı dostlar. Sadəcə
Niyə 404 verir? Çünki biz yüklədiyimiz fayl nədir? Test.php-dir. Yəni bu hissə olmamalıdır. Biz bunu sadəcə restriction-ı bypass eləmək üçün yazmışıq. Yəni burada sadəcə olaraq bu URL encode hissəsini silirsən, avatarsı da silirsən və bir növ test.php-ni həmin o path traversal sayəsində avatarsın yox, faylsın içində açırsan. Enter vuranda web shellimiz gəldi və bayaqki qəribə simvollar yoxdur. Çünki artıq bu backend-də də işləyir. Bizə lazım olan yenə budur. Execute və kodumuzun nəticəsini almış olduq. Yəni bu formada bu labı da həll edə bilərsiniz. Belə. Keçək indi növbəti laba. Növbəti isə blacklist-in bypass-ıdır. Yəni müəyyən bir blacklist var. Həmin o blacklist-ə əsasən biz bypass eləməliyik. Burada isə indi göstərəcəmədən istifadə edirik. Demək, my account, Viewer və Peter kimi daxil olsaq, elə birbaşa test PHP-ni yükləyək buradan. Upload edək. Gördüyünüz kimi yazıb ki, PHP faylları allow olunmur, yəni qəbul olunmur. Düzdür? PHP faylları qəbul olunmur yazsa da, indi mən burada my account avatardan bunu repeater atıram və gördüyümüz kimi yenə burada send eləyəndə özü yazır ki, qəbul olunmur. Mən indi burada nə edəcəm? Deyəm, bunu böyüdüm, sizə göstərim. Demək, bizdə path traversal məntiqində bir dənə şey var, adlandırılır null bytelar. Null bytelar PHP-nin 5.3 versiyasında işləyirdi, yəni yeni versiyalarında işləmir. Hansı ki, həmin o null bytelar sayəsində biz faiz 00 yazmaqla frontend bölməsində uzantını, məsələn, JPEG kimi göstərib restriction-ı bypass edirik. Amma backend bölməsində həmin o null byte-dan sonraki JPEG hissəsini elə bil ki, ignore eləyir və bizim faylımızı PHP faylı kimi runlayır arxa fonda. Əvvəlcə belə bir şey eləyək. Gəlin PHP-ni silək. PHP icazə vermir də. JPEG yazanda və send eləyəndə nə baş verir baxaq. 200 OK qaytarır. Mən jpeg.php yazsam və send eləsəm 403 qaytarır. Demək sonuncu uzantıya baxır. Məsələn, mən burada əvvəlki hissəni yenə PHP olaraq saxlayıb sonuna JPEG yazsam və send eləsəm 200 OK qaytarır. Çünki bu fayl neyimdə son uzantıya baxır. Onda mən burada istifadə edə bilərəm nədən? Null byte-dan. Null byte yazıram faiz. Dəqiqə, niyə olmadı? Hə, faiz 00 və .jpeg. İndi gəlin bunun məntiqini dediyim kimi başa düşək. Bu faiz 00 jpeg frontend bölməsində faylın JPEG kimi görünməsini təmin edəcək və onun server tərəfdə yüklənməsini təmin edəcək. Amma serverə yüklənəndən sonra backenddə bu hissə komment alınacaq və faylımız test.php kimi runlanacaq. Send eləyək. Gördüyümüz kimi 200 OK qaytardı bizə və bu fayl yükləndi deyilir bizə. İndi bayaqki məntiqi istifadə edəcəyik. Onu açanda yenə biz orada. Burada birinci error qaytaracaq. Çünki bizim yüklədiyimiz fayl test.php-dir. Amma bunun bu URL bölməsində yazılan fayl test.php null byte jpeg-dir. Mən bu hissəni silsəm və faylı bu formada açmağa çalışsam, bir dəqiqə niyə olmadı? Test.php, çünki bizə lazım olan, deyəm baxım, test.php yükləndi qeyd olunub. Düzdürmü? Yəni problemsiz şəkildə yükləmişik bunu. Hə, enter basmadım deyəsən. Yox, basmışam. Bəs niyə olmadı bu? Bir dənə yenidən sınayaq. Normalda bu olmalıdır. Test.php biz bunu belə yükləmişik də. Test.jpeg yazsam necə? Yox, PHP yazmalıyam. Sadəcə məndə niyə alınmadı bu?
Da sınıyaq burada. Aha. The file avatars test PHP JPEG has been uploaded. Burada deyilir bunu. Amma niyəsə, bəlkə də mən nəyi səhv edirəm burada bilmirəm. Not found qeyd olunur. Test PHP has been uploaded. Yəni normalda bu belə olmalı idi. Niyə belə oldu mən də bilmirəm. Amma ümid edirəm məntiqin başa düşdünüz də. Yəni bu hissəni bayaq da gördük ki, elə bil past traversalda slashları silib yazandan sonra bu burada kontenti qaytarırdı. Burada da əslində biz burada faylı test PHP kimi yükləmişik. Sadəcə front-endi bypass eləmək üçün null byte-dan istifadə eləmişik. Ona görə də əslində bu bizə həmin o hissəni siləndə kontenti web shell gətirməlidir burada və biz oradan istifadə edərək demək Home Carlos sekreti oxumalıyıq. Yəni bu formada. Əsas odur ki, məntiqin başa düşək. Gedək indi növbəti labın həllinə baxaq. Növbəti labımız olacaq burada. Extension buydu mu? Bir dəqiqə. 4 dənə lab elədik də biz. Budur. Obfuscate File Extension. Burada isə demək, nə etmək lazımdır? Upload basic PHP web shell and contents of the file and submit this secret. Aha. Burada əsas məsələ HD access deyilən bir content var, onun istifadəsidir. HD access-in nə olduğundan danışacağıq. Ümumiyyətlə, HD access file upload-da, məsələn, mən deyirəm ki, uzantıları PHP olan faylları məndə PHP kimi ranlamasın. Tutaq ki, uzantıları, belə deyim də, PHP məsələn bloklaya bilər və mən deyirəm ki, harda .php PHP yerinə tutaq ki, .x yazıram HD access-lə. Və deyirəm ki, HD access sayəsində həmin o .x-ları front-end hissəsində yenə bypass eləyim və PHP kimi görməsin, onu serverə yükləsin və .x-ları daha sonra backend bölməsində PHP ilə əvəz eləsin və onu PHP kimi ranlasın. Yəni, bir növ buna yarayır. Yenə login olaq. Tamam. İndi. PHP faylını burada 2 dəfə yükləyəcəm, onu göstərmək üçün. Gəlirəm buradan downloadsa test PHP-ni open elədik. Upload. Tamam. Bir dənə də yükləyək. Əslində fərqi yoxdur da. Bir dənə də yükləyək hər ehtimala qarşı. Tamamdır. İndi gəlin burada baxaq. Bizim şeylər bunlardır, requestlər. Biri budur, bunu da ataq repeater'a. Bir də eynisi, bir də budur. Bunu da ataq repeater'a. Əvvəlcə HD access kodunu tapmaq lazımdır. Bunun üçün də yazırsınız ki, .hd access, mən bura əvvəl yazmışdım. .hd access file upload bypass. Baxın bu səhifə. Bu səhifədə bizə onun kodunu verir. Ona lazım olan kod burada. Ona lazım olan kod. Add type ilə başlayır. Baxın budur. Add type application xhtp'dir bu kod. Bu kodu götürək. Gələk bura. Elə bil ki, burada məntiq necədir? Baxın, elə bil bu file name hissəsindəki test.php-ni məsələn, test.php-ni silirəm buradan və yerinə yazıram .ht access. HD access faylı kimi ranlasın deyə. Və buradakı bu, elə bil ki, aşağıda bu kodu, web shell kodunu ümumiyyətlə silirəm və onun yerinə bu add type-lı olan kodu yazıram və uzantısına da .php16 yox, .x deyirəm. Yəni, bayaq dediyim kimi, harda ki, .x faylı gördün, onu front-enddən götür, back-enddə həmin faylı PHP faylı kimi ranla deməkdir. Bax, bu həmin kod. Bunu bu formada yazandan sonra bizim digər bir kodumuz da var. Hansı ki, baxın, bu koddur. Yəni, test.php-dir. Bunu da gəlib uzantısını x eləyirəm
ki, yəni bu X kimi görsün bunu, amma htaccess sayəsində bunu arxa fonda PHP kimi runlasın. Ha, indi birinci bunu send elədim. Məndə forbidden qaytardı. Niyə? Only JPEG və PNG files are allowed deyir. Bir dəqiqə. Dəqiqə bunun dəqiq bir şeyə baxım mən. Bu o lab idi. Bəlkə də mən qarışdırdım. Web shell, then submit this secret. Bir dənə solution bölməsinə baxaq. Hə, mən yerini qarışdırmışam dostlar. Çox üzürlü sayın. Bunu əvvəl işləmişdim deyə. Mən yerini qarışdırmışam. Bayaqçı labın açıqlamasını oxumamışam. Bu bayaqçı labın kontentidir. Yəni burada htaccess-ə gərək yoxdur. Burada sadəcə nə edirsiniz? Bayaq göstərdiyim kimi. Baxın, bunu test.php olaraq saxlayın. Null byte hissəsi buradadır. Çox üzürlü sayın. Test.php yazırsınız. Bayaq onu izah elədim deyə bir də izah eləmirəm. Null byte kimi JPEG yazırsınız və elə bil bunu enter-lə, daha doğrusu send-lə göndərəndə frontenddə bunu JPEG kimi qəbul edəcək, amma backenddə onu PHP kimi runlayacaq. Göstərək onu. Back to my account. Bayaq mən də deyirəm, niyə alınmır o? Bu 404 not found-da mən bu JPEG-i siləndə alınmalı idi. Sadəcə biz labın açıqlamasına düz baxmamışıq. Vəssalam. Bunun həlli belə. Bayaqçında isə indi yazdığım htaccess-dən istifadə etməliyik. Sadəcə yerləri qarışdı. İndi onu göstərəcəm. Bunu OK eləyək. İndi o laba qayıdaq istəyirsinizsə, hansı idi o? Via extension blacklist bypass. Aha, buydu. Orada htaccess məntiqindən istifadə edəcəyik. Yəni elə bil ki, sadəcə X uzantılı olanları PHP-mi anlatmağa çalışacaq arxa fonda. Tamam. Blacklist bypass, düz laba girdik. Bunu bir daha clear eləyək buradan. Tamam. My account. Birbaşa daxil olduq. Browse eləyək və test PHP-ni yenə də 2 dəfə yükləyək bura. Upload. Back to my account. Browse. Test PHP. Open. Upload. Tamam. Gələk indi bunları, həm bunu, həm də bunu ataq repeater-a. Bayaqki olduğu kimi. Tamam. İndi burada yenə də nöqtə test PHP-ni gəlirəm burada yazıram. Nöqtə htaccess və bu kodu da silirəm və yerinə o add type-lı olan kod yazıram. Sadəcə PHP 16-nı .x-dən əvəz edirəm. Bunu bu formada send eləməmişdən qabaq gəlib buradakı digər test PHP-də də PHP-ni X eləyirəm. İndi send eləyəndə bizə 200 OK kodu qaytarır və gəlib bu birisini də send eləyirəm ki, həmin o htaccess-ə əsasən bu X-i arxada PHP kimi runlasın. PHP kimi. Vəssalam. Gəlirik burada back to my account edirik və indi yenə bunu open image new tab edəndə bizə web shell gəlmiş oldu. Bunu oxuyaq və labımız həll oldu. Ümid edirəm aydın olmuş olar. Mən sadəcə yerlərini qarışdırdım bayaq orada. Vəssalam. Və indi gəlirik növbəti labımızın həllinə. Burada isə açıqlamada var. Yazıb ki, polyglot web shell upload. Danışacağım bu nədir. Mən bayaq qeyd elədim ki, fayllarda orada doğrulama ya file name-inə əsasən, ya da content type-inə əsasən, ya da ki, content-in özünə əsasən olur. Burada məhz content-in özünə əsasən olur. Yəni, siz file name-inə 100 də JPEG yazın və yaxud da content-inə image JPEG yazın. Əgər faylın contenti PHP kodudursa və yaxud da hər hansısa bir executable koddursa, ona icazə verməyəcək. Ona görə də siz bu labda ilk olaraq bir dənə şəkil faylı yükləməlisiniz. Bunu bir dənə silək.
İlk olaraq şəkil faylı yükləmək lazımdır. Və həmin şəkil faylının da müəyyən kontenti olur da. Şəkillərin kontentləri magic byte'lardır. Hansı ki o şəklin pozulmamasının qarşısını alır həmin o magic byte'lar. İndi göstərəcəm nədir onlar. Baxın, bu qırmızı ilə yazılan şeylər var ha. Bunlar magic byte'lardır və şəkillərin bir növ kontentini saxlamaq üçün istifadə olunan kodlardır. Yəni mən burada tutaq ki deyirəm də, gəlib bunu PHP eləyə bilərəm. Yəni bunu PHP eləyəndə bu buna icazə verir. Göstərim indi sizə. Send eləyəndə buna OK deyir. Amma gəlib mən burada back to my account eləyib təzədən buna baxanda görürəm ki, mən bunu PHP kimi OK desə də, bunu şəkil kimi göstərir. Yəni bu PHP faylı kimi runlanmır arxada. Ona görə də buna dəymirəm. Bunu elə JPEG olaraq saxlayıram. Bu şəklin kontenti var. Şəklin kontentinin əgər hamısını silsəm, ümumiyyətlə olmaz. Onu şəkil kimi tanımayacaq. Bizim məqsədimiz şəklin kontentində biraz pozulma olsa da, onu serverə şəkil kimi tanıtmaqdır. Və server şəkilləri ilk bitlərdən tanıyır. Yəni məsələn bu ilk abzasdakı bitlər olduqca bunu şəkil kimi görür. Yəni ilk abzas önəmlidir onun üçün əsas. Aşağıdakı hissələri silsək, problem yaranmayacaq. İlk abzası saxlayıram və aşağıdakı magic byte'ların hamısını silib yerinə PHP web shell kodu qoyacağam. Web shell kodumuz da burada var idi bizim. Gəlirəm elə bunu kopyalayım. Bu kodu elə bil aşağıdakı sildiyim magic byte'ların yerinə yazacağam. Yəni ki, məsələn bu hissəyə. Belə yazdım. İndi bunu send eləyəndə əlbəttə 200 OK qaytaracaq və şəklin kontentində pozulmalar olacaq. Baxın, şəkildə bir dənə üst hissə qaldı burada rəngli. Qalan hissə isə ağ rəngi oldu. Pozuldu şəklin kontenti bir növ. Amma bizə bunu PHP kimi yükləməyə icazə verdi. İndi bunu open image new tab eləyək. Baxın. Yox, belə olmamalı idi yenə də. Bizə web shell gəlməli idi. Biz müəyyən yeri səhv silmişik. Təzədən eləyə bilərik onu. Belə bir şey eləməyək. Gəlin burada. Bunu biraz ayıraq bundan. Belə eləyək. Təzədən send. Təzədən yəni bunu refresh eləyək. Olmadı. Demək düz silməmişik. Bunu elə silmək lazımdır ki, bunu şəkil kimi tanısın bu. Gəlin biraz da saxlayaq magic byte'ları. Daha aşağıdakılarını silək. Bunun üçün gələk şəklimizi təzədən yükləyək. Yəqin ona görə alınmadı. Normalda bu alınmalıdır. Tamam. Browse eləyirəm. Buradan şəkli yenidən seçirəm. Open. Upload. Aha. İndi yenə bu request'i tutaq. Repeater'a ataq. Bu dəfə bayaq bir abzas saxlamışdım. İndi 2 abzas saxlayıb aşağıdakı hissəni siləcəm. Lab istəyirsiniz 2 abzas bəs eləyər deyə düşünürəm. Onun şəkil olduğunu tanısın deyə. Bu hissəni bütöv silib yerinə bu PHP web shell kodunu qoydum. Send. 200 OK. Refresh edək. Yenə eyni şey oldu. Görə indi açacaqmı? Açmadı. Amma yəni deyirəm, əsas məntiqim burada tutmaqdır. Yəni ki, biz bunu JPEG kimi yazanda əslində bunu açmalı idi. Yəni açırdı məndə. Nəsə problem oldu demək. Maraqlıdır. Polyglot. Yəni polyglotun mənası elə bil content type-ında iki faylı çalışdırmaqdır. Yəni mən burada həm bir növ PHP kodu qoymuşam, həm də şəkil kodu qoymuşam. Şəklin kontenti pozulsa da arxada bu bunu PHP kimi runlayacaq və bizə yenə burada web shell gələcəkdir əslində, amma niyəsə gəlmədi. Problem deyil, əslində başa düşək məntiqi. Və indi isə gəlin sonuncuya baxaq və bununla da videomuzu yekunlaşdıraq. Burada isə labımız expert səviyyədir. Çünki burada hint bölməsində bizə bir dənə kod qoyub, bu kodu başa düşməliyik. Kodu belə baxa bilərsiniz. Kodun məntiqi nədir burada?
Normalda sayt develop olunan zaman bizim serverə yüklədiyimiz şəkillər deməyim də, fayllar əvvəlcə client bölməsində yoxlanmalıdır ki, görüm bu faylı mən serverə yükləyim yoxsa yox. Daha sonra serverə yüklənməlidir. Amma burada bu labda belə bir qəribəlik baş verir. Əvvəlcə yüklədiyimiz fayl gedir serverdə yoxlanılır və serverdə bir neçə saniyə yoxlanandan sonra, yəni qısa bir müddət olur da o, deyir ki, bu PHP fayldır, buna icazə vermirəm və onu yükləməyə icazə vermir. Biz indi burada elə bir şey etməliyik ki, bu developer'ın etdiyi səhvə görə faylımız serverdə yoxlanılan anda biz onu PHP faylı kimi çalışdıraq və onun bypass eləyə bilək o hissədə və web shell ala bilək oradan. Bunun üçün də intruder'la brute force atak eləyəcəyik. İndi göstərəcəm sizə. Həmin o atak ola bizdə alınacaq o. Gəlirəm burada, məsələn, my account, viewer kimi daxil olum. Tamam. Baxın. Elə nə yükləyək? Yenə də test PHP faylımızda yükləyə bilərik əslində qalsa. Test PHP-ni yükləyək. Bir dənə də şəkil faylı da yükləyə bilərik, fərqi yox. Bir dənə test PHP-ni açaq. Bir dənə də şəkil yükləyək. Bax. Bayaqca yükləyək də. My account avatar. Bunu da ataq repeater'a. Məsələ burada nədir? Bu test.php-yi send eləyəndə bizə 403 kodu qaytarır. Yəni yükləməyə icazə vermir. Düzdür? 403 kodu qaytarır. Məsələn, burada da yükləmişəm, şəkli yükləmişəm. Bunun yerinə yenə də gəlib burada PHP yazanda və send eləyəndə buna da 403 qaytaracaq. Çünki PHP uzantılı fayllara icazə vermir yükləməyə. Düzdür? Amma həmin o koda baxanda görürük ki, birinci əslində gedir bu serverdə yoxlayır, bu PHP-dir yoxsa yox, clientdə yoxlamır. Ona görə də biz elə bil buradakı bu növbəti bu PHP kodu var. Bunu götürüb atırıq intruder'a və intruder'da bir dənə comment bölməsi qoyuruq. Heç nəyə təsir eləməsin. Məsələn, yazıram 1. Və həmin bu 1-i payload kimi seçirəm. Dəqiqə, nəyəsə biraz səhv seçirik elə bil. Problem olmasın da. Bunu payload kimi seçirəm və payloads bölməsində bunu qoyuram numbers və biraz uzun çəksin deyə, yəni biz yoxlaya bilək deyə 1-dən ya da 0-dan elə 1000-ə qədər qoyuram bunu və 1-1 artsın deyirəm. İndi mən bunu elə bil ki, adicə bu faylı var. Tutaq ki, test.php faylını buraya yükləyib bunu open image new tab eləyəndə image açır. Düzdür? Amma bunu tutaq ki, bu repeater'dakı şəkil faylında bunu PHP eləyəndə, send eləyəndə, qaydanda bura. Gəlib bunu mən burada PHP eləsəm, file not found deyəcək, düzdür? Amma indi mən burada arxada brute force atak başlatsam, bu dediyim atakı başlatsam, o serverdə yoxlanan müddətdə mən web shell ala biləcəm oradan. Start atak eləyək. Artıq baxın başladı. Gəlib burada tez-tez bird.php üçün enter vuracam. Görək nə vaxtsa bizə web shell gələcəkmi? Gəlmədi. Bir dəfə də. Bir dəfə də. Amma gəlməlidir bizim. Repeater'da test.php faylımı yükləməyə çalışıram da. Ataka davam eləyir yəni ki. Bird.php deyirəm, enter vururam. Yüklənməyə çalışır, amma yükləmir. Yəni burada da əsas məntiq bundan ibarətdir ki, faylı
Elə bil orada brute force gedə-gedə burada bir dənə an olacaq. Həmin o anda web shell açılacaq və biz o hissədə tez bir dənə cat home Carlos secret eləyəndə home Carlos secretin kontentini oxuya biləcəyik. Alınmasa da yəni belədir. Əvvəl bunu həll eləmişəm. Solution bölməsində rəsmdə göstərir, baxın. Kodu izah eləyir və daha sonra qeyd eləyir ki, burada intruder vasitəsilə brute force eləmək lazımdır. Belə. Bugün sizə bu labları bacardığım qədər izah eləməyə çalışdım. İkisi alınmadı, amma alınmağa yəni yaxın idi. Yəni son anda nəsə alınmadı, nəyisə səhv elədim, amma əsas odur ki, məntiqini başa düşə bildik. Əgər videomu bəyənsəniz bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sağ olun.